Salam əziz izləyicilər, bu videoda DİM-in 20 sınaq kitabından birinci qrup üzrə 13-cü sınağı izah edəcəm. Sualları keçməzdən öncə qeyd etmək istəyirəm ki, sınaq qrupları haqqında, dərs qrupları haqqında məlumat almaq istəyirsinizsə, lövhədə gördüyünüz bu nömrəyə zəng vura bilərsiniz və yaxud mesaj yaza bilərsiniz WhatsApp üzərindən. İndi keçək suallara. Birinci sual. Reaksiya üçün hansı ifadə doğrudur? Amonyakın oksigenlə iki cür reaksiyası var. Sadəcə temperatur varsa, oxum üzərində alınır azot və su. Temperaturla yanaşı həm də katalizator varsa alınır NO və su. Birinci reaksiya yanmadır, ikinci reaksiya katalitik oksidləşmə reaksiyasıdır. Əmsallar bu şəkildədir. 4, 2, 6, 3. Birinci reaksiyada əmsallar bu cürdür. İkinci reaksiyada 4, 4, 6, 5 bu şəkildədir. İndi bu reaksiyanın, bizə verilmiş reaksiyanın hansı reaksiya olduğunu 12 elektrona görə müəyyən edəcəyik. Baxın, birinci reaksiyada amonyakın azotu -3-dən gedir 0-a. 4 azot -3-dən 0-a gedirsə 12 elektron verilmiş sayılır. Amma ikinci reaksiyada -3-dən -2-yə gedir 4 azot. Bu da 20 elektronun verilməsi deməkdir. Deməli biz 12 elektronun verilməsini istəyiriksə birinci reaksiyanı götürəcəyik. A-da deyir oksidləşdiricinin əmsalı 5-dir. Xeyr. Bizim qərarlaşdırdığımız reaksiyada əmsalı 5 olan maddə yoxdur heç. B-də deyir reaksiya məhsullarının əmsalları cəmi 10-dur. Xeyr, 8-dir. C. Disproporsiya reaksiyasıdır. Xeyr, azotun və oksigenin dərəcəsi dəyişir. Molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. D. Y reduksiya məhsuludur. Baxın, azot X-dir. Deməli, Y sudur. Suyun hidrogenində dərəcə dəyişilməyib. Oksigeni 0-dan -2-yə düşübsə, deməli, reduksiya məhsuludur həqiqətən də. D variantı doğrudur. Y-də deyir, oksidləşmə məhsulunun əmsalı 4-dür. Xeyr, məhsullarda əmsalı 4 olan maddə yoxdur burada. Ona görə Y-ni də götürmürük. İkinci sual. Kalium, natrium, kalsiyum üçü üçün də ümumi olan fikirləri götürəcəyik. Su ilə adi şəraitdə reaksiyaya daxil olur. Bəli, üçünə də aiddir. Üçü də aktiv metal olduğuna görə. Ağ neftdə saxlanılır. Bu da doğrudur. Adi şəraitdə havanın oksigeni ilə reaksiyaya girdiklərinə görə neftin altında saxlanılırlar. Oksigenlə reaksiyada oksid əmələ gətirir. Xeyr, bu kalsiyuma aiddir. Natrium oksigenlə reaksiyaya daxil olduqda natrium peroksid alınır. Kalium isə superoksid əmələ gətirir. 4-də deyir qələvi metaldır. Bu kalium və natriuma aiddir, amma kalsiyum qələvi metal deyil, qələvi torpaq metaldır. 1 və 2 doğru cavabdır. D variantı. 3-də deyir hansı reaksiyada bir kükürt atomu 2 elektron verir. Birincidə natrium sulfid alınır. Kükürt 0-dan -2-yə düşür. Deməli elektron vermir, alır. B-də də həmçinin H2S alınır. 0-dan -2-yə düşür. Elektron alır. A və B deyil. C-də S flor 6 alınır. Kükürt 0-dan -6-ya gedir. 6 elektron verir. D-də SO3 alınır. Kükürt -4-dən -6-ya qalxır. Deməli elektron verir. Özü də 2 dənə. Cavab D-dir. Y-də nə alınır? Sulfat turşusu, NO2 və H2O. Qatı sulfat, qatı nitrat olduğuna görə. Burada da kükürt 0-dan -6-ya qalxır və 6 elektron vermiş olur. 4. Hansı reaksiyalarda X maddəsi sudur? Birinci reaksiya kalsiyum karbid plus su. Bəli, kalsiyum hidroksid və asetilen alınır. İkinci reaksiya. Deməli, sirkə aldehidi üzərinə nə gəlsək, etil spirti ala bilərik. Hidrogen gəlsək, su gəlsək yox. Hidrogen gəlsək, etil spirti ala bilirik. 3. Asetilenin üzərinə nə gəlməliyik ki, sirkə aldehidi alaq? Bəli, elə su. Kucherov reaksiyasıdır bu. Hidratlaşma.
4 də deməli fenolun üzərinə nə gəlməliyik ki, benzol əldə edə bilək? Burada sink metalından istifadə olunur. Sink oksid və benzol alınır. 1-də və 3-də sudur. A variantı. 5-də deyir. X sinfinin homoloji sırasının ikinci nümayəndəsinin molekulunda hidrogen atomlarının sayı 8-dir. Doymuş bir atomlu spirtlərin ikinci nümayəndəsi C2H5OH-dır. Burada 6 hidrogen var. Alkenlər sinfinin ikinci nümayəndəsi C3H6-dır. Yenə 6 hidrogen var. Doymuş 3 atomlu spirtlərin ikinci nümayəndəsinin formulunu yazaq. Burada 4 karbon olmalıdır. Məsəl üçün butan triol 1, 2, 3 götürsək neçə hidrogen var? 3, 5, 7, 10 hidrogen var. Bu da olmaz. Benzol sırası karbohidrogenlər. İkinci nümayəndəsi toluoldur. C7H8. 8 hidrogeni var. Götürürük. Amin turşuların ikinci nümayəndəsi də alanindir. Burada neçə hidrogen var? 4, 5, 7 hidrogen var. Bu da uyğun gəlmir. 6-cı sual. X maddəsi hidrogenlə azotla reaksiyaya girə bilir, amma xlorla reaksiyaya girmir. Silisiumu, alüminiumu çıxırıq, çünki bu iki element hidrogenlə reaksiyaya girmirlər. Kalsiumu çıxıram, çünki kalsium hər üçü ilə reaksiyaya girə bilir. Karbon olacaq doğru cavab. Karbonun hidrogenlə reaksiyasından alınır CH4. Karbonun azotla reaksiyasından alınır disian. Amma karbonun xlorla reaksiyası baş verməyəcək. Bəli. Suyu da çıxırıq, çünki su azotla reaksiyaya girmir, hidrogenlə reaksiyaya girmir, amma xlorla reaksiyaya girir. 7-də deyir, izomer maddələr doymuş bir əsaslı karbon turşusunun 9 polyar kovalent rabitəsi var. Görək bu hansıdır? Məsələn, CH3COOH. Burada neçə polyar kovalent rabitə var? Dənə bu rabitə qeyri-polyardır. Bunu saymıram, qalanlarını sayıram. 3'ü buradadır. İkisi burada, biri burada, biri de burada. 7 dənə polyar kovalent rabitəsi var. Amma biz istəyirik 9 dənə polyar kovalent rabitə olsun. Ona görə bir CH2 qədər böyük maddə götürürük. Baxaq. Deməli, bu ikisi qeyri-polyardır. Onları saymayacağım. 3, 2, 5, 7, 8, 9. Bəli. 9 dənə polyar kovalent rabitəsi var. 3 karbon götürdükdə. İndi bu karbon turşusunun izomeri olan doymuş mürəkkəb efir götürək. Məsələn, CH3, COO, CH3. Metil asetat efiri. Görəsən, bu efirdə neçə polyar kovalent rabitə var? Bir dənə bunu saymayacağıq. Qeyri-polyardır bu. Qalanları polyardır. Deməli, 3'ü burada, ikisi burada, biri burada, biri burada, 3'ü də burada. Nə qədər oldu? 10 dənə. Bəli, x bərabər oldu 10'a. B variantı doğru cavabdır. 8'də soruşur, məhlulda gedən hansı reaksiyadan iki müxtəlif çöküntü alınır? A bəndində ferrum OH2 çöküntüsü alınır və natrium xlor çöküntü deyil. B bəndində baryum sulfat çöküntüdür, kuprum OH2 çöküntüdür. Elə B variantında iki çöküntü alınır. C'də kalsiyum karbonat çöküntüdür, kalium klorid çöküntü deyil. D'də gümüş bir sulfatı çöküntü götürürük, amma zink nitrat çöküntü deyil. Y'də magnezyum flor 2 çöküntüdür, kalium klorid çöküntü deyil. Ona görə cavab B variantıdır. 9. H3PO4 və metal OHN arasında deməli neytrallaşma reaksiyası baş verir. Ortofosfat məhlulunun həcmi 10^2 litrdir. Molyar qatılığı da 10^2 molyardır. Nü-nü tapsaq, nü bərabərdir C vurulsun V eləyir %4 mol. Yəni ortofosfat %4 moldur. Əsas məhlulunun həcmi
0,4 litrdir. Molyar qatılığı 0,3 molyardır. Buradan molu tapsaq, yenə S vurulsun V. Onda 4'ü onda 3'e vursaq %12 mol olacaq. Aha. Yəni 1'in 3'ə nisbəti %4'ün %12'yə nisbətində reaksiya baş verir. Neytrallaşma reaksiyası. Deməli 1 mol ortofosfat 3 mol metal OH N ilə neytrallaşma reaksiyasına daxil olursa, burada turşuda 3 hidrogen varsa, əsasda da 3 hidroksil olmalıdır neytrallaşmanın baş verməsi üçün. Deməli N bərabər olmalıdır 1'ə. Çünki əmsal 3'dür. 3'ü də 1'ə vurmalıyıq ki 3 alınsın. N'i 1 tapdıq. A variantı doğru cavabdır. Məsəl üçün ortofosfatın 3 mol kalium OH ilə neytrallaşması baş verə bilər. Bu zaman 3 mol su alınacaq və 1 mol da kalium ortofosfat duzu əmələ gələcək. 10-cu sual 2-metil butanal molekulunda 1, 2 və 3-cü karbon atomlarının oksidləşmə dərəcəsini müəyyən edin deyir. 3-metil butanal. Yox, üzr istəyirəm. 2-metil butanal. Aldehidlərin bir nümayəndəsidir. Formulu çəkək. Belə. Birinci karbon təbii ki karbonil qrupunun karbonudur. Onun oksidləşmə dərəcəsini ona birləşən oksigen və hidrogenlə birgə hesablayacağıq. Oksigen -2 dərəcə göstərir. Hidrogen müsbət 1, karbona da x yazsaq, bu üçünün cəmi 0'a bərabər olmalıdır. Təbii ki x bərabər olacaq müsbət 1'ə. Birincinin dərəcəsi müsbət 1'dir. İkinci karbon CH''dır. Hidrogen müsbət 1'dirsə karbona da y deyək. Bu ikisinin cəmi yenə 0'a bərabər olmalıdır. Deməli y -1'dir. Və üçüncü karbon da ona birləşən hidrogenlərlə birgə hesablanacaq. 2 hidrogen var. Müsbət 1'dən hesablansa, karbona da Z desək, Z plus 2 bərabərdir 0'a, Z də bərabərdir -2'yə. Deməli cavab A variantı olur. 11. Kükürddən fərqli olaraq oksigen hansı maddə ilə reaksiyaya daxil olur? Yəni kükürd daxil olmur həmin maddə ilə reaksiyaya, oksigen daxil olur. Karbon kükürdlə reaksiyaya girir. Hidrogen kükürdlə reaksiyaya girir. Silisyum kükürdlə reaksiyaya girir. Xlor da kükürdlə reaksiyaya girir. Burada cavab azotdur. Kükürdün azotla reaksiyası yoxdur. Amma kükürddən fərqli olaraq oksigenin azotla reaksiyası var. NO'nun alınması ilə gedir. 12. Deməli, reaksiyanın aparıldığı temperatur T1 40'dır, T2 X. VT1, VT2 verilib bizə, sürətin temperatur əmsalı da 3'dür, X-i hesablamalıyıq. Van't Hoff düsturunu xatırlayırıq. VT2 bölü VT1 bərabərdir. Gamma üstü T2 çıx T1 bölünsün 10. 16,2 bölünsün 0,2 bərabərdir. Gamma üstü X çıx 40 bölünsün 10. Yəni bu ifadə 81'ə bərabərdir. 3 üstü neçə 81'dir? 3 üstü 4 81 eləyir. Deməli bu ifadə də bərabər olmalıdır 4'ə. Yazıram buradan. X çıx 40 bölünsün 10 bərabərdir 4'ə. X də bərabər olacaq 80'ə. D variantı doğru cavabdır. 13. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Biri sirkə turşusudur. CH3COOH. Biri də olein turşusudur. Palmitindən 1 mol hidrogen çıxdıqda olein olacaq. C17H33COOH. 1 molu 1 mol brom birləşdirir. Sirkə turşusu doymuş turşudur. Brom birləşdirmir. Amma olein turşusu bəli doymamış turşudur. Karbohidrogen radikalında bir pi rabitəsi var. Ona görə 1 mol brom birləşdirir. 2'ye gedir 1. Ya D'dir ya Y. Aha. 4'ə görə müəyyənləşdirə bilərik əslində. Neysə. Adi şəraitdə maye haldadır. Bu ikisinə də aid olacaq. İkisi də maye halındadır çünki. Sonra deyir molekulunda karbon atomunun 3 sp2 hibrid
orbitalı var. 3sp2 hibrid orbitalı var. Aha. Hə. Bəli, bu sirkə turşusuna aiddir. Çünki sirkə turşusunda 2 karbondan biri sp3 hibridləşməyə malikdir, digəri sp2. Yəni 3 dənə sp2 hibrid orbital var sirkə turşusunda. Amma olein turşusunda karboksil qrupunun karbonu sp2'dir, bəli. Amma karbohidrogen radikalında da bir pi rabitə var axı. Həmin pi rabitənin ətrafındakı 2 karbon da sp2 hibridləşməyə malikdirlər. Yəni oleində 18 karbondan 3'ü sp2'dir. Toplam 9 dənə sp2 hibrid orbitalı var yəni. 3 gedəcək birinciyə. Cavab bəllidir artıq. Y variantı. S2H5OH ilə mürəkkəb efir əmələ gətirir. Bu hər iki turşuya aid olacaq təbii ki. 3, 2, 4, 1. Y variantı doğru cavabdır. 14. Etilen glikol və gliserin. Birindən 2 mol, birindən x mol. Natrium ilə reaksiyasından alınacaq hidrogenin mol miqdarı 8 mol. Etilen glikol 2 atomlu spirtdir. Bunun natrium ilə reaksiyasından alınacaq CH2O natrium, CH2O natrium plus H2. Əmsallaşdıranda natriuma 2 yazırıq. Yəni 1 mol etilen glikoldan 1 mol hidrogen alınır. Deməli 2 mol etilen glikoldan da 2 mol hidrogen alınır. Amma bizdə ümumiyyətlə 8 mol hidrogen alınıb. Deməli digər 6 molu gliserindən alınıb. İndi baxaq. Plus natrium. Burada 3 hidrogenin 3'ü də natriumla əvəz olunacaq. Plus hidrogen alınacaq. Əmsallaşdırsaq, deməli, gliserinə 2, natriuma 6, bura 2, burada 3 yazmalıyıq. Yəni 2 mol gliserindən 3 mol hidrogen alınır. Bəs biz neçə mol gliserin götürməliyik ki, 6 mol hidrogen alınsın? Təbii ki, 4 mol gliserin götürməliyik. Bəli, x 4'dür. D variantı. 15'te deyir ki, hansı reaksiyada X2 flüordur? A bəndində flüor deyil. Bu xlor ola bilər. B bəndində flüor deyil. Çünki flüorun H flüor O deyə bir birləşməsi yoxdur. Flüorun oksigenli turşusu və duzu yoxdur. C'də bəli flüor ola bilər. Flüorun kükürtlə reaksiyasından S-flüor 6 alınır. D'dəki yoddur ki, kükürtlə reaksiyaya girmir. Y'də də xlor və ya brom ola bilər. Flüor ola bilməz. Çünki flüorun, yenə də deyirəm, oksigenli turşusu və duzu yoxdur. 16. Kalium dixromat. Dixromat turşusu H2 xrom 2 O7'dir. Deməli, kalium dixromat da K2 xrom 2 O7'dir. Ümumiyyətlə 11 atomu var. Bir molekulunda. İndi burada da 15 atom var. Deməli, X neçədir? Metal H2PO4 2 olmalıdır ki, ümumiyyətlə 15 atom olsun bu maddənin bir molekulunda. X bərabərdir 2'yə. 17. X nitrat, Y nitrat parçalanmasında oksidləşmə dərəcəsini dəyişən atomların sayı 3'dür, 2'dir. Bu natrium və kalium deyil. Çünki natrium nitrat veya kalium nitrat parçalananda alınır nitrit duzu və oksigen. Burada azotun və oksigenin dərəcəsi dəyişir. Həmçinin kaliumda da eyni cür reaksiya baş verir. Azotun və oksigenin dərəcəsi dəyişir. Bu gümüş ola bilər. Gümüş bir nitrat. Alınır sərbəst gümüş, NO2, O2. Burada 3 elementin üçünün də dərəcəsi dəyişir. Gümüş 1-dən 0'a düşür, azot 5-dən 4'ə düşür, oksigen -2'dən 0'a qalxır. Çox güman ki, elə B və C bunlardan biridir cavab. Y nitrat da bu natrium olmayacaq. Çünki natrium ekvivalentli olmur. Mis ola bilər. Gümüş də olmayacaq. Bu mis olacaq. Mis 2 nitrat. Düzdür, mis pasiv metaldır. Amma burada orta aktiv metalın nitrat duzları kimi parçalanma baş verir. Metalın oksidi alınır, NO2 və oksigen alınır.
Dərəcəsi dəyişib azotun və oksigenin. Yəni cavab elə C variantıdır. 18. 1 mol suyun tam elektrolizindən alınan hidrogenlə neçə qram ferrum-2O4-ü tam reduksiya etmək olar? 1 mol suyun elektrolizindən nə qədər hidrogen ala bilərik? Əgər 2 mol sudan 2 mol hidrogen alınırsa, 1 mol sudan da elə 1 mol hidrogen alına bilər. İndi ferrum-2O4-ün hidrogenlə reduksiyasına baxaq. Alınır dəmir və su. Əmsallaşdırsaq, dəmirə 3, suya 4, hidrogenə 4. Baxın, 1 mol hidrogenlə neçə qram ferrum-2O4 reduksiya olunar? Ferrum-2O4-ün emeri 232-dir. 232 qram üçün 4 mol hidrogen lazımdırsa, neçə qram üçün 1 mol hidrogen lazımdır? 232-ni böləcəyik 4-ə, cavab 58 alınacaq. 19. X-in mis-2 oksid ilə oksidləşməsindən alınan maddə hansıdır? Belə deyək, glukozanın 3 qızqırma reaksiyası var. Həmin qızqırmalardan birində yağ turşusu, karbon qazı və hidrogen qazı alınır, yəni 3 fərqli maddə alınır. Birində sadəcə süd turşusu alınır, yəni 1 maddə alınır. Birində də 2 maddə alınır, etil spirti ilə karbon qazı. Yəni buradakı X maddəsi etil spirtidir. Etil spirtinin də mis-2 oksid ilə oksidləşməsindən alınır. Mis, su və sirkə aldehidi. Sirkə aldehidinin digər adı da etanaldır. C variantı. 20. X-in normal halı üçün 1, 2, 3'ü müəyyən edin deyir. X 65'dir ayrı. Burada da deyir ki 35 neytronu var. Deməli X 65 çıx 35, 30 protona sahibdir. Həmçinin 30 elektrona malikdir. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2 20 oldu. Bir də 3d 10 olacaq. İndi baxaq. Birinci nədir? Cütləşməmiş elektronların sayı. 4s2 doludur. 3d10'a baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu da doludur. Yəni cütləşməmiş elektron sayı 0'dır. 2'də deyir D orbitallarında olan elektronların sayı. 10 dənə. 3D 10'da. Yəni cavab artıq bəllidir. A variantıdır. S orbitallarında olan elektron sayı da 1s2 var, 2s2 var, 3s2 var, bir də 4s2 var. Toplam 8 dənədir. Cavabı artıq tapmışıq. 21. Etilenin mis, dəmir və palladium duzları iştirakı ilə oksidləşməsindən nə alınır? Elə etanol alınır. Etanolun digər adı da asetaldehid. C variantı. Bəli, formulunu da yazaq. CH3COH. 22'də deyir elementar halqasında 8 hidrogen atomu olan polimeri müəyyən edin. A variantı poliizopren. Baxaq görüm. Poliizopren. Elementar halqasında neçə hidrogen var? 3, 5, 8 dənə. Cavab A variantı. Digərlərinə baxmağa artıq ehtiyac duymuram. 23. Bərabər kütlədə götürülmüş maddələrdən birindən 100 qram artıq qalarsa, neçə kilojol istilik ayrılar soruşulur. Baxaq. Deməli, silisium mol 2 plus 4 mol H flor alınır. Silisium flor 4 plus 2 mol su plus 188 kilojol. Silisium O2'nin emeri nə qədərdir? 60. H florun emeri 20'dir. 4'ə vursaq 80. Aha. Hərəsindən deməli biz 80 qram götürəndə birindən 20 qram artıq qalacaq. Və biz istəyirik ki, birindən 100 qram artıq qalsın. Deməli 5 dəfə böyük rəqəmlər götürürük. 300 qram, burada 400 qram. 60'ı və 80'i vurdum 5'ə. İndi hərəsindən 400 qram götürsəm, silisium O2'dən 100 qram artıq qalacaq. Yəni reaksiyanın 5 qatı baş verəcək. Bu zaman 188'in də 5 qatı qədər enerji ayrılacaq. O da eləyir 940 kilojol. 24.
X2O4. Bu birləşmədə X-in və Y-in oksigeni olan kütlə nisbətləri eynidir. 8-də 3-dür. Burada görürsünüz 4 oksigen var. 4'ü 16'ya 64 eləyir. 8'də 3 bərabərdir 64'də 24'ə. Deməli 64 qram oksigen varsa 24 qram X var. Həmçinin 24 qram da Y var. İndi biz bu maddənin nisbi molekul kütləsini tapmalıyıq. MrXY2O4. Tapdıq ki 24 qram X var, 24 qram Y var, 64 də oksigendirsə bu nə qədər edir? 112 qram edir. Cavab 112. 25. Etil və üçlü butil radikallarının birləşməsindən alınan alkan. Baxın bu etil. Bu da üçlü butil. X maddəsi üçün hansı ifadələr doğrudur deyir. Beynəlxalq nomenklaturaya əsasən adı 2,2 dimetil butandır. Bəli, uzun zəncirimiz budur. Sağ tərəfdən, radikal yaxın olan tərəfdən rəqəmləyirik. Adı olur 2,2 dimetil butan. Bu doğrudur. 2'də deyir molekulunda 5 ədəd metil qrupu var. 4 dənədir. 4 ədəd metil qrupu var. 5 yox. 3'də deyir ki molekulunda bir asimetrik karbon atomu var. Elə bir karbon mən görmürəm ki asimetrik olsun. Asimetrik nədir? 4 tərəfinə 4 müxtəlif atom və ya radikal birləşmiş karbona asimetrik karbon deyirlər. Elə bir karbon burada yoxdur. 4'də deyir əsas zəncirində ikinci karbon atomunun dərəcəsi 0'dır. İkinci karbon bu karbondur. Görürsünüz ona digər karbonlara qədər ona heç nə birləşməyib. Hidrogen yoxdur onun yanında. Ona görə dərəcəsi olacaq 0. 1 və 4 doğru cavabdır. 26'da deyir ki 1 mol doymuş aldehidi 176 qram suda tam həll etdikdə 20%li məhlul alınmışsa aldehid molekulunda hidrogen atomlarının sayını hesablayın. Baxın, əgər 20%li məhlul alınıbsa burada 80% su var. Yəni 176 qram məhlulun 80%-idir. Bəs məhlulun 20%-i neçə qramdır? Bu nə qədər eləyir? 44 eləyirmi? Bəli, 44 qram eləyir. Aldehidin formulu CnH2nO'dur. Yəni aldehidin emeri 14N plus 16 ilə hesablanır. Bunu 44'ə bərabər eləsəm, N'i tapırıq 2. Yəni bu aldehid CH3 COH-dır. Deyir aldehiddə hidrogen atomlarının sayını hesablayın. 4 dənə hidrogeni var. 4 dənə. 27 molekulunda karbon atomlarının sayı 4, 4, 5 konjuga, kumule, izole olunmuş alkadiyen növü. Aha, baxaq görüm. Üzr istəyirəm. Birinci alkadiyen, butadiyen 1, 2. Bunun 4 karbonu var. Kumulədir. Çünki 2 qat rabitələr qonşudur. Pentadiyen 1, 3. 5 karbonu var. Konjugadır. Qoşulmuşdur yəni. Butadiyen 1, 3. 4 karbonu var. Konjugadır. Pentadiyen 1, 4. 5 karbonu var. Burada artıq 2 qat rabitələr bir-birlərindən uzaqdılar deyə bu izole sayılacaq. 2 metil butadiyen 1, 3'də də yenə 5 karbon var. Konjugadır. İndi daha hansına gedirsə özünüz hesablayın. 28. Molekulda polyar kovalent rabitələrin sayı A plus 1. Amin benzol. Çəkirəm amin benzolu. Yəni anilindən söhbət gedir. Burada polyar kovalent rabitə neçə dənədir? Baxın. Biri burada. Karbonla hidrogen arasında. Yəni 5 dənəsi burada. Karbonlarla hidrogenlər arasında. Plus 2 dənə də burada. Azotla hidrogen arasında. Neçə oldu? 7. Biri də burada. Baxın burada. Yəni karbonla azot arasında. Bunlar polyar kovalent rabitələrdir. Toplam neçə oldu? Deməli 5'i karbonla hidrogen arasında, 1'i karbonla azot arasında, ikisi azotla hidrogen arasında.
8 dənə. A 8-dirsə, A plus 1 9-dursa, bu hansı ikili alkilamindir? NH, CH3, CH3 ola bilərmi? Ola bilər. Baxın, 3 dənə polyar kovalent burada, biri burada, biri burada, biri burada, üçü də burada. Toplam 9 olur, bəli. İndi bu alkil aminin quruluş formulu belədir. CH3NH CH3. Molekulunda karbonların sp3 hibrid orbitallarının sayı da 8-dir. Çünki 2 dənə karbon var, ikisi də sp3'dür. Hərəsinin 4 hibrid orbitalı var. Toplayanda olur 8. 29. Reaksiyadan alınan məhsulları yazın və cədvəli tamamlayın deyir. Aha. Fosforit mineralının qumla kömürlə reaksiyası. Alınır kalsiyum metasilikat plus fosfor plus dəm qazı. Əmsallaşdırsaq, bura 3, bura 3, bura 2. Oksigenlərə görə, deməli, solda 14 oksigen var, sağda 9 ise bura 5. Karbona da 5 yazmalıyıq və salam. Aha, alınan məhsulları yazın, yazmışıq. Cədvəli tamamlayın. Karbonun əmsalı 5, qumun əmsalı 3. 30. Reaksiyanın tənliyini yazın. Mis 2 oksid tam reaksiyaya daxil olarsa, X-i hesablayın deyir. Baxaq. NH3 plus mis 2 oksid nə alınır? Mis, azot və su. İndi əmsallaşdırsaq, amonyaka 2, suya 3. Mis 2 oksidə 3, misə 3, azota 1 qalır. Baxın, 9 qram suyun ayrıldığını görürük buradan. Normalda 3 mol su 54 qramdır, amma bizdə 9 qram su ayrılıb, yəni 6 dəfə az. İndi biz X-i tapmalıyıq. Yəni, neçə qram mis 2 oksid sərf olunub? Mis 2 oksidin MR-i neçədir? 64, 16, 80'dir. 3 molu 240'dır. 240'da 54'dürsə, X-a da 9 uyğun gəlir. Buradan da X-i tapırıq 40 qram tənasüblə. Və salam, bu sınaqda bu qədər. Əgər sınaq qrupuma və yaxud sürət qrupuma, dərs qrupuma qoşulmaq istəyirsinizsə, təkrar edirəm, 077 460 47 23 nömrəmə həm WhatsApp-dan yaza bilərsiniz, həm də zəng vura bilərsiniz. Növbəti videolarda görüşənədək salamat qalın.